Laçının ən böyük çayı Həkəri çayıdır. Həkəri çayı Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Bu çay Kiçik Qafqazın Azərbaycan daxilində Tərtər çayından sonra Bazarçay ilə birlikdə ikinci ən böyük çayıdır. Qidalanması qar, yağış və yeraltı suların hesabınadır. Uzunluğu 113 km olan Həkəri bu bölgənin təsərrüfatında xüsusi rola malikdir. Kiçik Qafqazdan axan digər dağ çayları kimi Həkəri və onun qolları da hazırda böyük həcmdə elektrik enerjisi əldə etmək imkanına malik olan çaylardır. Tərtər çayıdır, eyni zamanda Həkəri çayıdır. Bu çaylar üzərində inşa olunmuş su elektrik stansiyaları. Misal üçün, bu bölgənin elektrik enerjisinə olan tələbatın ödəməyə tam gücü çatırmı? Bəli, tam gücü çatır, artıqdır. Demək olar ki, bu dəqiqə hal-hazırda Laçın zonasında elektrik enerjisi təminatı yaşıl enerjinin hesabınadır. Bəli. Tam həzmdə. Yəni bütünlükdə Laçına... Bəli, Laçına yaşıl enerjini təmin edir. Artıq qalan enerji isə ölkə enerji sisteminə ötürülür. Misal üçün, bu kiçik su elektrik stansiyası hal-hazırda gücü nə qədər? Kiçik su elektrik stansiyası hal-hazırda gücü 4 megawattdır. 4 megawatt. Orta hesabla bir ailə üçün, yəni bir ev üçün tələbat nə qədərdir? Bir ev üçün tələbat 4 kilovat gücündə götürülür. 4 kilovat gücündə, bu da qış aylarında. Bəli. Yay aylarında, yaz aylarında elə də ehtiyac yoxdur. Bu dəqiqə qabağı qışa gəldiyi üçün hal-hazırda 4 kilovat bəs edir. İndi belə çıxır ki, bu elektrik stansiyası nə qədər sayda evi təmin edə bilər? Bu elektrik stansiyası hal-hazırda bu dəqiqə Laçın rayonunda infrastrukturu hələ ki təzə bərpa olunur. Demək olar ki, tam güclə işləyəndə Laçın rayonunu tam təmin edir. Yəni bir dənə bu stansiya? Bəli, bu 4 megawatt gücündə stansiya. Bu gələcəkdə əgər infrastrukturumuz çoxalarsa, zavod, fabriklər və işlədici avadanlıqlarının sayı çoxaldıqsa, tələbat da çoxalır. Bəli, o zaman Laçında hal-hazırda nə qədər su elektrik stansiyası? Hal-hazırda Laçında 11 dənə su elektrik stansiyası var. 11 su elektrik stansiyası? 11 su elektrik stansiyasının, onun Həkəri çayının sağ qolu olan Zabuq çayının üzərində Zabuq, Aşağı Malıbəy, Qarıqışlaq, Mirik, kiçik su elektrik stansiyaları. Bir çay üzərində? Bəli. Hocaz Həkəri çayının sol qolu hesab olunur. Sol qolunda isə Ağbulaq 1, Şeylanlı, Alxaslı, Mişni və kiçik su elektrik stansiyası tikilir. Ümumi Həkərinin üzərində isə Güləbir kiçik su elektrik stansiyası, 8 megawatt gücündə Güləbir su elektrik stansiyası. Ən böyüyü onda belə çıxır? Yox, ən böyüyü Ağbulaq 1-dir. Ağbulaq 14-18 megawattdır, Ağbulaq 1 isə 14-25 megawattdır. Yəni burada çayın axım sürəti də var? Axım sürəti, əlbəttə ki, əsas rol onun axım sürətidir və orada olan təzyiqdir. Oranın da relyefi ona imkan verir də, yəqin ki, ona görə. Bəli, ona imkan verir. Aktiv gücü almaqdan ötürü biz suyun axımından istifadə edirik. Su nə qədər boldursa, enerji hasilatımız bir o qədər boldur. Bu bölgənin təbii şəraiti çaylarla yanaşı günəş və külək enerjisi əldə etməyə də imkan verir. Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq hazırda böyük infrastruktur layihələri həyata keçirilməkdədir. Hal-hazırda bu ərazinin yəqin ki, bir qiymətləndirilməsi aparılıb. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur nə dərəcədə zənginliyə malikdir və bundan istifadə imkanlarımız indi hansı səviyyədədir? Demək olar ki, ilin bütün fəsillərində bu çaylarda su var. Dağ relyefindən və çətin relyef şəraitindən asılı olaraq burada böyük təzyiq lazımdır ki, hidroaqreqatları işlətsinlər. Xırda bir su bəhs edir ki, müəyyən bizim quraşdırdığımız turbinlər, bəzi yerlərdə Pelton tipli turbinlər quraşdırmışıq. Hansı ki, orada az bir su bəhs edir ki, hidroaqreqatı böyük bir məhsuldarlıq versin və enerji istehsalımız, hasilatımız çox olsun. Ümumi Qarabağdan götürülərək 2000 megawatt gücündə elektrik enerjisi hasil eləmək mümkündür. 2000? 2000. Yəni bu kifayət qədər, bəli, kifayət qədər böyük rəqəmdir. Misal üçün, nəzərə alsaq ki, Gəncəboyda şəhərin tələbatı 200 milyon kilovat saatdır. Bu regionda istehsal olunan elektrik enerjisi 2000 megawattdırsa, o zaman 10 dənə Gəncəboyda şəhəri biz elektrik enerjisini təmin edə bilərik. Tam təmin edə bilərik, əlbəttə. Ən çox bol sulu çayları olan
Laçın, Kəlbəcər, Ağdərə, bir də ki, Zəngilan sahəsi sahib üçün su elektrik zonaları burada, stansiyaları burada tikilibdir. İndi işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı zonalarında isə orada bol günəşli yer olduğu üçün orada günəş elektrik stansiyaları daha məqsədə uyğun sayılır. Hal-hazırda Cəbrayılda günəş elektrik stansiyası, Şəfəq 1 günəş elektrik stansiyası tikilir və quraşdırma işləri aparır. Gələcəkdə hardasa bir 1100-2000 meqavat gücündə günəş elektrik stansiyaları tikmək mümkündür. Yəni ki, o zonalarda daha çox. Buralarda isə 800 meqavat gücündə su elektrik stansiyaları tikib quraşdırmaq olar. Ta külək deməkdir, külək Laçın və Kəlbəcərin müəyyən yaylaqlarında o qədər bol küləkli zona olduğu üçün orada da harca 800 meqavat gücündə külək elektrik stansiyaları tikmək mümkündür. Yaşıl enerji zonası elan olunan Qarabağ və Şərqi Zəngəzurda ötən 5 il ərzində Azərenerji tərəfindən 38 yerdə ümumi gücü 307 meqavat olan su elektrik stansiyaları tikilərək istifadəyə verilib. Hidroenerji daim yenilənə və təkrarlana bilən su dövriyyəsi sisteminə əsaslanır. İstehsal edilən enerjinin miqdarı axan suyun sürətindən asılı olaraq dəyişir. Su axımının həcmi və ya su hövzəsində hündürlüyün dəyişməsi axan suda mövcud olan enerji miqdarını müəyyən edir. Ümumiyyətlə, su axını nə qədər çox olarsa və suyun təzyiqi nə qədər yüksək olarsa, su elektrik stansiyası bir o qədər çox elektrik enerjisi istehsal edə bilər. Zəngilanda kaskad tipli 42 meqavatlıq su elektrik stansiyası tikilib. Oxçu çayı üzərində. Bəli, Oxçu çayı üzərində. Orada çox böyükdür. İlk dəfə olaraq işğaldan azad olmuş Qarabağ və Şərqi Zəngəzurda ən böyük kaskad tipli, yəni silsilə tipli su elektrik stansiyası orada tikildi. Oxçu çayının üzərində. Şayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli su elektrik stansiyaları. Hər birinin gücü 10.5 meqavat gücündədir. Bu elektrik stansiyalarının İstərdim ki, ətraf mühitə təsir məsələsi ilə bağlı sizin fikirlərinizi öyrənək. Çünki bəzən biz təbiət ərazilərində hansısa bir istehsal məqsədi ilə infrastruktur yaradırıqsa, təbiətə bu təsirsiz ötüşmür. Bəs bu elektrik stansiyalarının təsiri nə dərəcədir? Təsiri belədir. İlk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzurda sıfır karbon emissiyalı stansiyalar məhz Qarabağ Şərqi Zəngəzurda tikildi. Bu da o deməkdir ki, ətraf mühitə heç bir təsir, heç bir karbon qazının tullantısı yoxdur. Əksinə biz bu stansiyalar tikiləndən sonra milyonlarla kubmetr təbii qaza qənaət olunubdur. Yaşıl enerji hesabına region təmin olunur, elektrik enerjisinə təmin olunur. Karbon qazının tullantısı demək olar ki, ətraf mühit çirklənmir. Su elektrik stansiyalarının, külək elektrik, hibrid, bio, günəş elektrik stansiyalarının tikilməsi atmosferə atılan karbon qazının külli miqdarda azalmasına səbəb olacaq. Bu stansiyalar hazırda dünyada təmiz və dayanıqlı elektrik enerjisi istehsalını təmin edən mənbələrdən biri olaraq böyük pay sahibidir. Statistik hesablamalara görə dünyada bərpa olunan enerji stansiyalarının qoyuluş gücünün 43%-ni su elektrik stansiyaları təşkil edir. Bu bölgənin işğaldan azad edilməsi həm də Azərbaycanda bərpa olunan dayanıqlı enerji təminatına da böyük təkan verdi. Vətən müharibəsində əldə edilən qələbədən sonra ilk istifadəyə verilən su elektrik stansiyası yaşıl enerji mənbəyinə əsaslanan Güləbird su elektrik stansiyasıdır. Güləbird su elektrik stansiyasının ardınca 2021-ci ildə Suqovuşan 1, Suqovuşan 2 və Kəlbəcər 1 su elektrik stansiyaları da istismara verilib. Bu layihələr arasında hər birinin gücü 10,5 meqavat olan 4 stansiyadan ibarət 42 meqavatlıq Zəngilan su elektrik stansiyaları və regionun ən böyük su elektrik stansiyası olan 22,5 meqavat gücündə yuxarı Vəng su elektrik stansiyaları enerji hasilatına hazırda böyük töhfə verməkdədir. Su elektrik stansiyalarının əslində iş prinsipi ilə tanış olmaq mənim üçün də maraqlı olar. Çünki bəzən fikirlər var ki, balıqların miqrasiyası ilə bağlı müəyyən problemlər yaratmış olur. Digər belə deyək, çay yatağı üçün müəyyən çətinliklər yaratmış olur. Mən istəyərdim ki, elə gedək həmin o prosesi yerində görək. Aparılan təhlillər onu göstərir ki, bu ərazilərdə istehsal olunan enerjinin maya dəyəri ölkənin digər su elektrik stansiyalarındakı göstəricilərdən 3-5 dəfə aşağıdır. Bugünə qədər Qarabağ və Şərqi Zəngəzurdakı su elektrik stansiyalarında ümumilikdə 1,5 milyard kilovat saat
yaşıl enerji istehsal olunub. Bunun nəticəsində 335 milyon kubmetr təbii qaza qənaət edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Bu da Zabıq çayı üzərində yerləşən su elektrik stansiyasıdır. Bəli. Aşağı Malıbəy kiçik su elektrik stansiyasının gücü 3.1 meqavat gücündədir. 3 hidroaqreqatdan ibarətdir. Bəli. Hər biri 1 meqavat gücündədir. Demək olar ki, ekoloji təmiz turbinlərdir. Azenerji Açıq Səhmdar Cəmiyyətinin Energetika İnstitutunun layihəsi əsasında əkilmişdir. Burada yerli personellərlə birgə İtaliya və Avstriya şirkətinin mütəxəssisləri də çalışdırdı. Yəni ən son avadanlıqlarla təchiz olunubdur. Digər bərpa olunan enerji mənbələrindən fərqli olaraq bu stansiyalar hava şəraitindən, günəşdən və küləkdən asılı olmayaraq fasiləsiz fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, Qarabağ və Şərqi Zəngəzur öz enerji tələbatını məhz bu stansiyalardan qarşılayır. Bu dəqiqə hal-hazırda Malıbəy kiçik su elektrik stansiyası çaydan gələn suyun rejiminə uyğun olaraq istismar edilir. Əslində müasir avadanlıqların ənənəvilərdən fərqli tərəfləri nələrdir? Fərqli tərəf odur ki, bunlar avtomatik rejimdədir. Burada demək olar ki, əl ilə idarə etmə azdır. Hamısı avtomatik rejimdə kənardan müşahidə də olmaq. Yəni mərkəzdən bunun açılıb bağlanması da hər bir şey görsənir, SCADA sistemində. Həm də qəza vəziyyəti ilə də bağlı Qəza vəziyyətində burada yeni qurğularımız var. Həmin bu qurğuların özünün burada siyitmə qurğusu var. Hidroaqreqatlarda qəza açılması zamanı borularda yenə deyirəm, yırğalanma əmələ gəlir və hidraviki zərbələr əmələ gəlir. Həmən o hidraviki yırğalanmanın, hidraviki zərbələrin qarşılanmaqdan ötürü həmən bu hidraviki qurğu işə düşür və zərbələrin qarşısı alınır. Borularda yaranacaq hansısa bir xətanın qarşısı alınır. Bu da çox vacib məsələdir. Bəli, əsas vacib məsələlərdən biri də odur. Həm turbini qoruyur, həm də borunu qoruyur. Ümumiyyətlə idarə etməni də bir neçə nəfər nəzarətdə saxlayır. Bəli, bəli. İndi hal-hazırda biz idarə etmə otağındayıq. Bu gördüyünüz ABM qurğusudur. Bu 0.4 kV failəci qurğudur. Bu isə 1 nömrəli və 2-3 nömrəli hidroaqreqatların idarə panelləridir. Bu isə ümumi idarə etmə panelidir. Mərkəzi SCADA sistemi burada yerləşir. Ümumiyyətlə Kompüter, hidroaqreqat 3 yerdən idarə olunur. Kompüter vasitəsilə yağ baskı qurğusunun üzərində monitor var, oradan idarə olunur və yerli idarə etmə var. Buradan da idarə etmə olunur. Düzənliklərdən fərqli olaraq dağlarda axımın sürəti çox olduğu üçün xüsusi bəndlərin tikilməsi zərurəti olmur. Bu da öz növbəsində ekoloji mühitin daha az təsirlənməsinə və çay ekosisteminə minimum təsirlə müşayiət olunur. Ramiz müəllim, demək buradan mən baxıram ki, bir stansiyadan çıxan sudur, digəri isə çay yatağının özündə olan sudur. Nə qədər su çay yatağında saxlanılmalıdır? Çay yatağında 30-35% ekoloji norma gözlənir. Ona görə ki, Zabıq çayı meşə zolağında yerləşdiyi üçün bir də ki, bu çaylarda ən qiymətli balıq olan farel balıqlarını qorunmaqdan ötürü. Nəzərinizə çatdırım ki, su qəbul edici hissələrdə xüsusi hidrotexniki qurğular quraşdırılıb ki, balıqların ekosistemdə saxlanması üçün, derivasiya borusuna girməməsi üçün və ekosistemdə bu çay məzrasında saxlanması üçün xüsusi hidrotexniki qurğular quraşdırılıbdır. İnsanlar yenidən qurulan kəndlərdə, şəhərlərdə təmiz enerji ilə ehtiyaclarını ödəyirlər. Azərbaycanın 2050-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzur ərazilərini təmiz sıfır emissiya zonasına çevirmək istiqamətindəki fəaliyyəti illərlə məhv edilən təbiətin yenidən əvvəlki vəziyyətə qaytarılmasına, eyni zamanda insanların təmiz ekoloji mühitdə yaşamasına xidmət edir.